ki, imamların dərdi nə idi? İmamların dərdi cahil cəmiyyətdə yaşamaq idi. İmam Hüseynin bədəninə nə qədər yara vurdular? Qiyamətdə sözümün düzdüyünü əminəm ki, inşallah görəcəksiniz. İmam Hüseynin bədəninə vurulan yaralardan çox qarşıdakı cəmiyyətin cahilliyi yara vururdu. Onun əsas dərdi bədəninə vurulan yaralar deyildi. Qarşısında olan insanların nadanlığı, cahilliyidir. İmamın dərdi bu idi. Çıxıb qarşılarında danışırdı, elə ürəyim yanır İmam Hüseynə, o mənada yox ki, İmam Hüseyn əzizdir, amma görün nə qədər qərib olmuşdular, deyirdi, mən Fatimənin oğluyam, gör hara düşmüşdü ki, onlara nəyəsə başa salsın. Hər cür vasitə ilə çalışırdı, ağıllarını oyatsın, ağılları oyanmırdı, ah çəkirdi, o cəmiyyətin cahilliyindən çəkdiyi ah, inanın Əli Əsqərin oxlanmasından daha ağır dərd idi İmam Hüseyn üçün. Əli Əsqərin oxlanması, Əli Əkbərin öldürülməsi hamısı bunun nəticələri idi cəmiyyətin ağılsızlığının.